Hər vaxtınız xeyir, dəyərli müdavimlər. Mən Edukompan Təhsil Şirkətinin tarix müəllimi Təxminə Hüseynova. Bugün sizlər üçün MİQ imtahanına əsas düşən mövzulardan biri olan mədəniyyət mövzusuna aid olan sualın izahını verəcəm. Sualın izahı zamanı mütləq diqqətli olun. Əlavə suallarınız olsa şərh bölməsinə qeyd edə bilərsiniz. Gəlin başlayaq. Deməli, bizə sual verilir ki, verilənlərdən hamısının doğru olduğu uyğunlaşdırmanı göstərin. Yəni ki, hamısı uyğun olmalıdır. Ömər Xəyyam, Uluq bəy, Evliya Çələbi, Katib Çələbi, Mahmud Kəşqari. Gəlin görək hansı uyğundur. Birinci A variantından baxaq. Miladi təqvimindən daha dəqiq hesablamalar aparmışdır Ömər Xəyyam. Bəli, bu doğrudur. Hətta yadınızda saxlayın ki, Ömər Xəyyam İsfahan rəsədxanasına rəhbərlik etmişdir. Yəni bunları mən izah zamanı təkrarlayaraq qeyd edəcəm ki, elə həmin bu izahda mədəniyyət mövzusu yadınızda qalsın bu bölmə ilə bağlı. Deməli, İsfahan rəsədxanasına rəhbərlik etmişdir. Həm də qeyd edirik ki, miladi təqvimindən daha dəqiq hesablamalar aparmışdır. Bunu yadda saxlayırsınız. Uluq bəy də qeyd edir ki, ay və günəş orbitlərini müəyyənləşdirmişdir. Baxın, Uluq bəy Səmərqənd rəsədxanasının inşasına rəhbərlik edib. Həm də bu da doğrudur. Ay və günəşin orbitlərini müəyyənləşdirmişdi. Deməli, müəllimlər, yadınızda saxlayın. Əgər bizə sual verilsə ki, İsfahan rəsədxanasına rəhbərlik etmişdir, kimi götürmüş oluruq? Ömər Xəyyamı. Amma bizə sual verilsə ki, Səmərqənd rəsədxanasının inşasına rəhbərlik etmişdir, bu Uluq bəydir. Yəni, inşa sözünə diqqət edin. Ona görə biz burada bunu da doğru götürürük və birinci məqamda doğru götürəcəyik. Evliya Çələbi 10 cildlik Səhhətnamə əsərinin müəllifidir. Bəli, bu da doğrudur. Yəni, Evliya Çələbi ilə bağlı bilirsiniz ki, Səhhətnamə əsəri xüsusilə vurğulanır. Hətta əsərdə Azərbaycanla bağlı, Azərbaycanın şəhərləri ilə bağlı da məlumatlar verilib. Ona görə 10 cildlik Səhhətnamə əsəri deyirsə, Evliya Çələbiyə aiddir. Sonra Katib Çələbi ilə bağlı coğrafiya və maliyyə məsələlərinə aid dəyərli əsərlərin müəllifidir. Bəli, bu da doğrudur. Yəni, tarix, hüquq, maliyyə məsələləri ilə bağlı əsərlərin müəllifi olmuşdur. Ona görə bunu da doğru götürəcəyik. Mahmud Kəşqari qeyd edilir ki, ulduz bürclərinin dövrü adının türk dilində vermişdir. Baxın, burada da diqqətli olun. Mahmud Kəşqari ilə bağlı biz qeyd edirik ki, həm burada 1077-ci ildə Divan-ı Lüğət-i Türk əsərini qeyd edə bilərik. Həm də ki, ulduz bürclərinin dövrü adının türk dilində verilməsini qeyd edirik. Ona görə bu da doğrudur. Deməli, Mahmud Kəşqari ilə bağlı nəyi yadda saxlamış olduq artıq? Ulduz bürclərinin dövrü adının türk dilində verilməsini yadda saxlayırıq. Həm də ki, 1077-ci ildə Divan-ı Lüğət-i Türk əsəri kim yazmışdır? Mahmud Kəşqari. Ona görə də müəllimlər, A variantı doğrudur. Yəni, A variantında priz qoyaq. Bunların hamısı doğrudur. Keçək B variantına. Qeyd edilir ki, Səmərqənd rəsədxanasının inşasına rəhbərlik etmişdir Ömər Xəyyam. Bu yanlışdır. Çünki bayaq da izahda qeyd etdim ki, Səmərqənd rəsədxanasının inşasına rəhbərlik edən kim idi? Uluq bəy idi. Ona görə də burada birinci hissə yanlışdır. Mənfi qoyaq. İkinci hissəyə baxaq. Bəhriyə Dəniz Atlasının Sultan 1. Süleymana təqdim etmişdir. Uluq bəy yazıb, amma bu Uluq bəy deyil. Piri rəisdir. Deməli, Piri rəis Bəhriyə Dəniz Atlasını Sultan 1. Süleymana təqdim edib. Həm də yadınıza saxlayın, 1513-cü ildə çəkdiyi dünya xəritəsində Sultan 1. Səlimə təqdim etmişdi. Yəni, buradakı fərqliliyi bir daha diqqətinizə çatdırım. Baxın, 1513-cü ildə çəkdiyi dünya xəritəsini Sultan 1. Səlimə təqdim edib. Amma Bəhriyə Dəniz Atlasını isə Sultan 1. Süleymana təqdim edib. Ona görə də burada aid olan Piri rəisdir və Uluq bəy yanlışdır. Yəni, buna da mənfi qoyacağıq. Üçüncü hissəyə baxaq. Əsərində xüsusilə Təbriz şəhəri haqqında məlumat vermişdir. Burada diqqətli olaq. Bayaq da qeyd etdim ki, Təbriz şəhəri haqqında Evliya Çələbi məlumat verib. Bu doğrudur. Çünki Səhhətnamə əsərini qeyd etdik, 10 cildlik. Və həmin əsərdə də Təbrizlə bağlı, Azərbaycanın digər şəhərləri ilə bağlı məlumat verilmişdir. Ona görə bunu doğru götürəcəyik.
Üstə gəl qoyaq. Sadəcə bir şeyə fikir verin. Bizə şərtdə nə soruşdu? Dedi ki, hamısının doğru olduğu uyğunlaşdırmanı göstərin. Tək birinin deyil. Növbəti hissəyə baxaq. İsfahan rəsədxanasına rəhbərlik etmişdir. Katib Çələbi. Təbii ki də bu yanlışdır. Çünki İsfahan rəsədxanasına rəhbərlik edən kimi qeyd etdik? Ömər Xəyyamı qeyd etdik. Ona görə də bu da yanlışdır. Növbəti hissəyə baxaq. Astronomiya sahəsindəki xidmətlərinə görə adı ayın xəritəsinə daxil edilmişdir Mahmud Kəşxari. Bu da yanlışdır. Çünki baxın, astronomiya sahəsindəki xidmətlərinə görə adı ayın xəritəsinə daxil edilən Uluqbəy olmuşdur. Ona görə Mahmud Kəşxari yanlışdır. Yəni buna da mənfi çəkirik. Deməli B variantını götürməyəcək müəllimlər. Çünki sadəcə bir dənə doğru oldu. Digərlərinin hamısı yanlış oldu. Keçək C variantına. Məlikşah cədvəlini tərtib etmişdir. Məlikşah cədvəlini tərtib edən Ömər Xəyyamdır. Bu doğrudur. Ona görə üstə gəl qoyaq. İkinci hissəyə baxaq. Divan-ı Lüğət-i Türk əsərini yazmışdır Uluqbəy. Bu yanlışdır. Çünki dedik ki, 1077-ci ildə Divan-ı Lüğət-i Türk əsərini kim yazmışdır? Mahmud Kəşxari yazmışdır. Ona görə Uluqbəy yanlışdır. Növbəti hissəyə baxaq. Çəkdik dünya xəritəsində türk səyyah və coğrafşünasların Amerika qitəsinin varlığından xəbərdar olduqlarını sübut edir. Burada diqqətli olun. Evliya Çələbi yazılıb, amma Evliya Çələbiyə aid deyil, Piri Rəisə aiddir. Yəni bu Amerika sözünə, Amerika qitəsi sözünə xüsusilə fikir verin ki, bu Evliya Çələbidə deyil, Piri Rəisə aiddir. Ona görə buna da mənfi qoyuruq. Sonra Məlikşah şərəfinə Cəlali təqvimini tərtib etmişdir. Cəlali təqvimini tərtib edən Ömər Xəyyamdır. Amma burada nə qeyd edilib? Katib Çələbi qeyd edilib. Ona görə bu da yanlışdır. Deməli, Ömər Xəyyamla bağlı biz nələri öyrəndik? Sizlər üçün bir daha ümumiləşdirmə aparım. İsfahan rəsədxanasına rəhbərlik etmişdir. Məlikşahın şərəfinə Cəlali təqvimini tərtib etmişdir. Və həmçinin də burada yadınıza saxlayın ki, yerin günəş ətrafında fırlanması fikrini irəli sürmüşdür. Sonra keçək növbəti hissəyə. Dövlət xadimi, astronom və görkəmli memar olmuşdur. Burada astronom olması belə qeyd edək. Mahmud Kəşxariyə aid idi. Amma Mahmud Kəşxari ədəbiyyatşünas həm də olub. Amma bizə desə ki, dövlət xadimi, astronom və görkəmli memar deyirsə əgər Uluqbəydir. Bax, memar sözünə, dövlət xadimi sözünə fikir verin. Burada Uluqbəyə aid olacaq. Ona görə bu da yanlışdır. Deməli, C variantını da götürmürük. Çünki sadəcə bir dənə doğrumuz oldu birinci hissədə. Keçək D variantına. 10 cildlik Səyyətnamə əsərinin müəllifi olmuşdur. Ömər Xəyyam yazılıb. Amma bayaq dedik ki, 10 cildlik Səyyətnamə əsərinin müəllifi Evliya Çələbi olub. Ömər Xəyyam deyil. Ona görə bu da yanlışdır. Mədrəsədə 40 il dərs demişdir. Burada Uluqbəyə aid edir, amma bu Xətib Təbrizidir. Yəni 40 il dərs demək deyirsə mədrəsədə, bu Uluqbəyə aid olmayacaq. Xətib Təbriziyə aid olacaq. Ona görə bu variantı da çıxırıq. Sonra məşhur türk admiralı və coğrafiyaşünası olmuşdur. Baxın, burada diqqətli olun. Evliya Çələbi verilib, amma bu Evliya Çələbi deyil. Məşhur türk admiralı və coğrafiyaşünası olmuşdur deyirsə, Piri Rəisə aiddir. Ona görə bu da yanlışdır. Baxın, bu sözə fikir verin. Məşhur türk admiralı və coğrafiyaşünası Piri Rəis olmuşdur. Keçək növbəti hissəyə. Çəkdiyi dünya xəritəsini Sultan 1. Süleymana təqdim etmişdir. Katib Çələbi yazılıb. Amma biz dedik ki, baxın, 1513-cü ildə çəkdiyi dünya xəritəsini Sultan 1. Səlimə təqdim edən Piri Rəisdir. Piri Rəis həmçinin də Bəhriyyət Dəniz atlasını Sultan 1. Süleymana təqdim edib. Yəni dünya xəritəsini Sultan 1. Səlimə təqdim edib. Amma Bəhriyyət Dəniz atlasını isə Sultan 1. Süleymana təqdim edib. Amma bizə nə soruşdu? Katib Çələbiyə aid olması. Bu yanlışdır artıq. Kimə aid olacaq? Bu Piri Rəisə aiddir. Sadəcə diqqətli olun. Dünya xəritəsini Sultan Süleymana deyil, Sultan 1. Səlimə deyirik, təqdim edir. Mahmud Kəşxariyə baxaq. 1055-ci ildə Divan-ı Lüğət-i Türk əsərini yazmışdır. Aha, bu da əsas məqamlardan biridir. Biz bayaqlarda izahda qeyd etdik ki, 1077-cidir. Yəni ona görə də 1077-ci il olduğu üçün bu da yanlışdır.
Gecə növbəti isə deməli D variantını da götürmürük. 7 isə deyir, İsfahan rəsədxanasına rəhbərlik etmişdir. Bu Ömər Xəyyamdır. Bəli, doğrudur, ona görə üstəgəl qoyuruq. Astronomiya sahəsindəki xidmətlərinə görə adı ayın xəritəsinə daxil edilmişdir. Uluq bəydir. Bəli, buna da üstəgəl qoyuruq. Səyahətnamə əsərində Osmanlı ilə yanaşı həm də dünya tarixini və mədəniyyətini öyrənmək üçün əhəmiyyətli mənbədir səyahətnamə əsəri. Evliya Çələbinin, bəli, bu da doğrudur. Tarix və hüquq məsələlərinə aid dəyərli əsərlərin müəllifidir Katib Çələbi. Bəli, bu da doğrudur. Astronom olmaqla yanaşı ədəbiyyatşünas və folklorçu olmuşdur Mahmud Kəşğari. Bəli, bu da doğrudur. Deməli, diqqət etdinizsə, əgər A ilə Y variantında hamısı doğru oldu. Bizdən nə soruşurdu? Verilənlərin hamısının aid olduğu, hamısının doğru uyğunlaşdırıldığı variantı seçin deyilirdi. Ona görə də burada olacaq A və Y. Deməli, bizim cavabımız hansı variantdır? A və Y olacaq D variantı. Belə dəyərli müdavimlər, ümid edirəm ki, hər biriniz üçün faydalı oldu və onu da qeyd edim ki, tarixdən artıq bizim sıfırdan başlayan əyani onlayn qruplarımıza qeydiyyat davam edir və üstəlik endirim kampaniyasından yararlanaraq dərslərimizə qoşula bilərsiniz. Ətraflı məlumat almaq üçün rəy hissəsinə plus ata bilərsiniz və ya aşağıda qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.